Sən də antibiotik qəbul etmədən çəkinirsən. Düşünürsən ki, antibiotik qəbul etsən immun sistemi sıradan çıxacaq. Bəs əgər belədirsə, niyə dünyada həkimlər milyonlarla xəstələri müalicə etmək üçün məhz antibiotiklərdən istifadə edirlər? Gəlin aydınlaşdıraq. Salam dostlar, Doktor Nemo kanalına xoş gəlmisiniz. Mənim adım Elvindir. Mən bu kanal vasitəsilə sizlərə dərmanlar, onlar haqqında həqiqətlər, miflər, müəyyən analizlər, insan orqanizmi haqqında müxtəlif məlumatlar verəcəm və bacardığım qədər bunu sadə dildə sizlərə izah edəcəm. Öncə gəlin görək antibiotiklər nə deməkdir? Nə işə yarayır? Funksiyası nədən ibarətdir? Antibiotik termini anti-ex, bios canlı mənasını verir və canlı orqanizmə qarşı hərfi mənasını özündə ehtiva edən bir termindir. Antibiotiklər bütünlükdə bütün mikroskopik canlılara qarşı, yəni bakteriyalar, göbələklər, ibtidailər, viruslara qarşı istifadə olunan bir termin olsa da, tibb ədəbiyyatlarında və həmçinin praktikada antibiotikləri bakteriyaları məhv etmək üçün, onların inkişafını dayandırmaqla məhv etmək üçün istifadə edirlər. Qısaca desək, tibbdə antibiotiklər bakteriyalara qarşı istifadə olunan dərman vasitələri hesab olunur. Burada diqqət etmək lazımdır. Yəni antibiotik terminini işlədəndə biz sırf bakteriyalara qarşı istifadə edirik bu termini, viruslara, göbələklərə qarşı deyil. Yalnız bakteriyalara təsir edən maddələrdir, müəyyən istisnalar çıxmaq şərti ilə. Onu deyim ki, antibiotiklərdən məqsəd immuniteti zəiflətmək deyil. Antibiotiklərdən məqsəd insan orqanizmində baş verən bakterial infeksiyanı aradan qaldırmaq üçün immun sistemə köməkçi qüvvə kimi təsir etməsidir. Bəs insanlar niyə də düşünürlər ki, antibiotiklər immun sistemi zəiflədir? Çox güman ki, kütləvi informasiya vasitələrinin və aktivləşmiş sosial medianın təsiri ilə antibiotiklərdən lazımsız şəkildə istifadənin qarşısını almaq üçün yaranmış yanlış bir informasiyadır. Burada diqqət olunması əsas məsələ antibiotikləri yanlış və nəzarətsiz istifadə etməkdir. Məsələn, lazımsız yerə antibiotik qəbul etmək və ya antibiotik qəbul ediriksə, onları müddətindən əskik qəbul etmək və ya artıq qəbul etmək. Həkim nəzarəti olmadan antibiotik qəbul etmək. Bütün bu hallar orqanizmdə nə kimi dəyişikliklər yaradır? Onu bildirim ki, bizim bağırsağımızın normal mikroflorası adlanan bir anlayış var. Bu nə deməkdir? Bizim yoğun bağırsaqda, belə deyək, kör bağırsaqda appendix adlanan çıxıntıda bizim özümüz üçün faydalı olan, zərərli olmayan bakteriyalar yaşayır ki, bu bakteriyalar bizdə həzm prosesində iştirak edirlər, müəyyən vitaminlərin sintezində iştirak edirlər, nəzəsin formalaşmasında və bir sıra proseslərdə iştirak edirlər. Onlar bir balans yaradıblar və digər zərərli bakteriyaların, göbələklərin artmasının qarşısının alınmasında iştirak edirlər və burada bir normal mikroflora balansı vardır. Videonun əvvəlində bildirdiyim kimi antibiotiklər bakteriyalara qarşı təsir etdiyinə görə biz antibiotikləri qəbul etdiyimiz zaman həmin normal mikrofloranı təmsil edən bizə faydalı olan bakteriyalar da məhv olurlar. Və bunun nəticəsində disbalans yaranır, bakterial disbalans yaranır, həzm prosesi pozulur, qarında sancılar, meteorizm, ishal, yəni diareya baş verir. Həmçinin də immunitetin qismən zəifləməsinə gətirib çıxarır. Amma burada bildirmək istərdim ki, ən əsas, ən ciddi məsələ antibiotikləri yanlış qəbul etdiyimiz zaman antibiotiklərə qarşı rezistent bakteriyaların yaranmasıdır. Bu nə deməkdir? Yəni həssas mikroorqanizmlər deyil də davamlı dərmanlara, yəni antibiotiklərə qarşı davamlı olan bakteriyalar formalaşırlar. Bunun nəticəsində nə olur? Gələcəkdə əgər hər hansı bir xəstəlik yaranarkən bu bakteriyaları məhv etmək üçün bizim əlimizdə olan həssas antibiotikləri biz artıq istifadə edə bilmirik. Çünki istifadə etsək heç bir nəticə vermir, bakteriyalar artıq dözümlüdür. Həmçinin digər xəstələrə, əgər yoluxucu bir infeksiyadırsa, bu infeksiya digər sağlam olan şəxslərə də yoluxur və həmin şəxslərdə bu bakteriyalar artıq dözümlü bakteriyalar olur. Və bizim əlimizdə olan antibiotiklər biz istifadə edərkən, həkimlər onu istifadə edərkən xəstədə heç bir nəticə vermir. Və burada el dili ilə desək, dərmanı içirəm, təsir etmir kimi hal ortaya çıxmış olur. Demək ki, problem antibiotik deyil. Problem onları
yersiz və səhv istifadə etməkdir. Və soruşsanız ki, düzgün yol nədir? Onu da izah edim. Keçən əsrin ikinci rübündə antibiotiklərin Alexander Fleming tərəfindən təsadüfi kəşfindən sonra, qısa müddətdən sonra onu tibbdə tətbiq etməyə başladılar və artıq 100 ilə yaxındır ki, aparılan elmi tədqiqatlar və klinik müşahidələr nəticəsində sübut olunmuşdur ki, antibiotiklər düzgün dozada, düzgün müddətlə və düzgün diaqnozla təyin olunduğu zaman o nəinki bizim immunitetimizi zəiflədir, nəinki bizə ziyandır, əksinə onun insanları bakterial infeksiyalardan və onların ölümcül təsirlərindən qoruduğu, həmçinin xilas etdiyi sübut olunmuşdur. Məsələn, bir zamanlar taun xəstəliyindən əziyyət çəkən insanlar qısa müddətdə dünyalarını dəyişirdilərsə və bu geniş bir vüsət alırdısa, epidemiyaya səbəb olursa, bugünkü gündə isə məhz antibiotiklərin vasitəsilə bu kimi xəstəliklərin geniş miqyasda azalmasına, epidemiyaların yaranmasının qarşısının alınmasında böyük əhəmiyyəti olmuşdur. Və ya vərəm xəstəsi, və ya pnevmoniya xəstəsi, və ya meningit xəstələrini nəzərdə tutun. Bu tip xəstələri antibiotiklər olmadan xilas etmək mümkün deyil. Həmin xəstələri immunitetin ixtiyarına buraxmaq düzgün olmazdı. Ona görə də həmin bakteriyaları məhv etmək lazımdır ki, bu məhv edici maddə də məhz antibiotiklərdir. Antibiotiklərlə hansı davranışlardan çəkinməliyik? Öncəliklə öz başına, öz qərarımızdan antibiotik qəbul etməməliyik. Və yaxud da bizim əhali arasında çox geniş vüsət almış, xalamın, bibimin, dayımın, yaxın qohumun, dostumun tövsiyəsi ilə antibiotik qəbul etmək olmaz. Qətiyyən tövsiyə olunmur. Və ya həkim sizə antibiotik təyin edib, sizin vəziyyətiniz qeyri-kafidir və siz antibiotik qəbul edirsiniz. Həkim sizə misal üçün 7 gün antibiotik təyin edib, siz bunu 7 gün ardıcıl qəbul etməlisiniz. 24 saat intervalla və siz 3 gün antibiotik qəbul etdikdən sonra vəziyyətinizin kafi olduğunu hiss edirsiniz və qərar verirsiniz ki, mən antibiotiki daha içməyim. Bu özü bir yanlışdır. Bu zaman siz bakteriyaları tam öldürmürsünüz, nəticədə bədəndə dözümlü bakteriyaları formalaşdırırsınız. Sanki bir hissəsini öldürürsünüz, qalan hissəsi sağ qalır və bu sağ qalan bakteriyalar üçün vaxt yaradırsınız. Onlar da özünü müdafiəyə keçirlər. Yəni, bakteriyalar unutmayın ki, canlı orqanizmlərdir. Hər soyuqlayan kimi antibiotik qəbul etmək. Bundan çəkinmək lazımdır. Çünki mövsüm gəldiyi zaman, xüsusən payız aylarında, yaz aylarında, qış aylarında fərqi yoxdur. Bu zaman kəskin respirator xəstəliklərin aktivləşdiyini görürük. Məsələn, qrip və qripə bənzər kəskin respirator virus infeksiyaları. Baxın, burada deyirəm, virus infeksiyaları. Həmin xəstəliklərdə qızdırma olan kimi, özünüzü nasaz hiss edən kimi dərhal apteklərə müraciət edirsiniz, antibiotiklər əldə edirsiniz və onları fərqli formada qəbul edirsiniz. İlk növbədə onu deyim ki, antibiotiklər bayaq dediyim kimi viruslara təsir etmir. Siz bununla virusları öldürmürsünüz və eyni zamanda qeyri-düzgün istifadə etməkdə ayrı bir problem yaradır. Yəni dediyimiz bu hallarda antibiotiklər müalicə yox, məhz sağlamlığınız üçün risk faktoruna çevrilmiş olur. Burada qorxmalı olduğumuz şey antibiotiklərin özü deyil. Antibiotiklərə yanaşmamızı dəyişməliyik. Antibiotiklərdən yanlış istifadə və nəzarətsiz istifadə etməkdən qorxmalı və ondan çəkinməliyik. Antibiotiklər haqqında hələ ki bu qədər. Bu videodan belə nəticə çıxarıq ki, biz antibiotikləri mütləq şəkildə ixtisaslaşmış həkim məsləhəti ilə lazım olduğu zaman qəbul etməliyik. Yanlış istifadədən insanların, mütəxəssis olmayan insanları dinləməyib öz sağlamlığımıza daha diqqətlə yanaşmalıyıq. Əgər bu tipli videolar sizin xoşunuza gəldisə, like qoymağı, kanala abunə olmağınızı istərdim. Şərh bölməsinə fikirlərinizi bildirin. Gələcəkdə, əgər dəstək olarsa, gələcəkdə bu kimi videoları daha geniş, daha dərin, daha aktual mövzulara toxunmağa çalışacağam. İndi isə hələ ki bu qədər. Sizinlə mən Elvin idim. Sağlam olun, özünüzə müğayət olun.